Salam əziz 5-cilər, hörmətli valideynlər. 5-ci sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz 3.5 onluq kəsrlərin toplanması və çıxılması. Mövzuya keçməmişdən öncə bir məlumatı nəzərinizə çatdırım. Bizim 5-ci siniflər üçün onlayn hazırlıq qruplarımız mövcuddur. Həm riyaziyyatdan, o cümlədən Azərbaycan dili, həm də ki ingilis dilindən onlayn hazırlıq qruplarımız var. Qoşulmaq istəyənlər aşağıda qeyd edilmiş nömrə ilə əlaqə saxlayırlar. Bir sınaq dərsində iştirak edirsiniz. Əgər dərs xoşunuza gələrsə, dərsin gedişi xoşunuza gələrsə, bəyənərsinizsə, davam etmək istəsəniz, davam etmiş olarsınız. Olmasa da canınız sağ olsun. Bir də sizdən bir istəyim var. İstəyim bundan ibarətdir ki, videolara baxırsınız. Çox sağ olun, təşəkkürümü bildirirəm hər birinizə. Bəyən düyməsini basmağı unutmayın. Yəni bəyən düyməsini basmaqla mənə dəstək olmuş olursunuz. Videom bəyənilmiş videolar siyahısında görülür və baxış sayda artır. Bu da yeni izahların hazırlanmasına, yəni gətirib çıxarır, bizi ruhlandırmış olur. Buna görə də hər birinizə xüsusi olaraq təşəkkürümü bildirirəm. Bir də ki, əgər abunə olmamışsınızsa, abunə olub dəstək olsanız daha da yaxşı olacaq. Gəlin keçək mövzunun izahına. Biz onluq kəsrləri necə toplayarıq? İlk öncə toplanması haqqında danışım. Natural ədədlərin toplanması qaydası yəqin ki hamınıza tanışdır, hamınız bilirsiniz. Natural ədədlərin toplanması zamanı necə ki hər bir mərtəbə ona uyğun mərtəbənin altında yazılaraq alt tarafda hesablanırdısa, onluq kəsrlərdə də eyni qayda yerinə yetirilmiş olur və uyğun mərtəbə ona uyğun mərtəbənin altında yazılmış olur və vergülün altında yazılır və hesablama zamanı da mərtəbələr hesablanır. Əgər ki uyğun mərtəbələrin cəmi 2 rəqəmli varsa, yəni 10 və ondan böyük olarsa, nə edirik? Təhliyin yazırıq, onluğunu növbəti mərtəbənin üzərinə əlavə etmiş olur. Eyni natural ədəddə olduğu kimi. Burada sizin kitabınızda da 2 dənə nümunə olaraq ədəd verilib, yəni 3,76 və 1,48. Bunların hesablama qaydası, yəni 4 mərhələdən ibarətdir ki, ilk mərhələ alt tarafda yazılmadır. Alt tarafda yazılarkən, onluq kəsrlər alt tarafda yazılarkən necə yazıldığını burada qeyd edirik. Görürsünüz, %1, onda 1'in, vergülün tuşunda yazılmış olur və tam hissədə ikisində, tam hissədə də təhliklər, onluqlar, onluğun əgər olarsa yazılmış olur. Burada da məsələn ilk öncə %1'lərdən başlayırlar toplamağa. %1'lərin cəmi görürsünüz ki, məsələn 6 ilə 8 cəmi 14 eləyir. Burada 2 rəqəmli aldığına görə təhlikdəki 4 yazılır. Yəni artıq 10 dənə yüzlük bir dənə onda 1'ə bərabərdir. Artıq burada bir onda 1 yaranır və 4 %1 saxlanılır. Növbəti o 10 dənə %1 onda 1'ə bərabərdir. O 1 onda 1 olduğuna görə onda 1'ə əlavə olunmuş olur. Onda 1'lərin üzərinə əlavə olunur və hesablanır. Növbəti yenidən onda 1'lərin cəmi də əgər ki, baxırıq ki, 2 rəqəmli alındığına görə 10 dənə də onda 1 təhliyə bərabərdir və növbəti hesablamada təhliklərin üzərinə əlavə edilmiş olur. Bu qayda ilə biz onluq kəsrləri toplamış oluruq. Ümumi olaraq qayda yadda saxla bölümündə də göstərilibdir. Necə yerinə yetirilir? Bir də istəyirsiniz ki, mən sizin üçün bunu oxuyum. Yazır ki, onluq kəsrlərin cəmini tapmaq üçün uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır. Vergüldən sonraki rəqəmlərin sayı bərabər deyilsə, yəni ola bilər də məsələn onda 1'ə yazılır. Məsələn bunun üçün nümunə olaraq göstərmiş olacaq. 2,1 yazırıq, 2,1 toplanılır. Məsələn 3,75 ilə toplanmış olur. Burada əgər ki kəsr hissədə, yəni onluq hissədə baxırıq ki, rəqəmlərin sayı bərabər deyilsə, kəsr hissənin sonuna 0 əlavə etməklə rəqəmlərin sayını bərabərləşdirə bilərik. Bərabərləşdirdikdən sonra vergül nəzərə alınmadan natural ədədlərdə necə ki toplama əməli yerinə yetirilmiş olur, o şəkildə yerinə yetirilir və daha sonra da vergül, yəni onun tuşuna ki əlib çatdıqda vergülü də əvvəlcədən də yaza bilərsiniz. Daha sonra hesablamadan sonra da vergüldə həmin vergülün altında qeyd etmiş olursunuz, yazmış olursunuz. Gəlin keçək tapşırıqlara. Tapşırıqların həlli zamanı mən bu haqda daha ətraflı danışacağam. Nümunə tapşırıqlar yerinə yetirdikdən sonra digərlərində özünüz rahat şəkildə yerinə yetirmiş olarsınız. Mən buradan 4 dənəsini siz üçün yazım. Bu 4 dənəni həll etmiş olaram. Digərlərində özünüz bu nümunəyə baxaraq rahat şəkildə yerinə yetirərsiniz. Məncə bir dənəsindən sonra artıq özünüz yerinə yetirməyi bacararsınız. Buradan başlayaq. Yazıb ki 2,1354 + 4,747. Mində birlərdən başlayırıq. Yəni sağdan sola hesablama gedir. Necə ki natural ədəddə olduğu kimi. 4 ilə 7-nin cəmi 11, 1 yazırıq.
o 1-i ötürür növbəti mərtəbə və ya ki yadda saxla deyirik. Belə də yadda qalır. Daha sonra %1'ləri toplayır. 5-dən 4-ün cəmi 9, o da 1, 10 eləyir. Bu dəfə 0'ı yazırıq. Tək-tək 0 yazırıq. Onluqdakı 1 ötürülür növbəti mərtəbə. 3-dən 7, 10, o da 1, 11, 1 yazırıq. O 1 yenə təhlillərə ötürmüş olur. 2 ilə 4-ün cəmi 6, o da 1, 7 və vergül də vergülün tuşunda yazılmış olacaq. Yəni altında yazılmış olur. İstəsəniz, yəni vergülə çatanda vergülü yazıb daha sonra da tam hissəyə keçə bilərsiniz. Məsələn, burada baxırıq ki, ikincisində 7,56 ilə 3,456 toplanılır. Vergüldən sonra rəqəmlərin sayını bərabərləşdirmək üçün 0'a əlavə etmiş olur. 0 ilə 6'nın cəmi 6 etmiş olur. 5 ilə 6'nın cəmi 11 eləyir. O bir deməli 1'i yazırıq burada. Ötürük o 1'in növbəti mərtəbə. 5 ilə 4'ün cəmi 9, o da 1, 10. 0'ı yazırıq, 1 yadda qalır, təhlillərə əlavə etmiş olarıq. Vergülə çatanda istəsəniz vergülü burada qeyd edib, daha sonra da 7 ilə 3-ün cəmi 10, o da 1, 11 etmiş olacaq. 11 tam 1000'də 16 etmiş oldu. Daha sonra 1 tam 10'da 6 ilə 0 tam %86 və 2 tam hesablanmış olur. Vergüldən sonra rəqəmlərin sayını bərabərləşdirmək üçün sıfırlar eləyir. Əgər tam hissəsə, tam hissəyə vergül atırıq tamdan sonra. Neçə dənə sıfır lazımsa əlavə etmiş olarıq. Bu o deməkdir ki, yəni tam hissə, yəni natural ədəddirsə, onun kəsr hissəsində kəsr hissəsi yoxdur. Yəni onda birlər, yüzdə birlər yoxsa, ora sıfırlardır və sıfırlar əlavə etmiş olur. 0 ilə 6'nın cəmi yəni 6 etmiş olur. 6, 8, 0'ın cəmi 14, 4 yazırıq. 1 yadda vergülə çatanda istəsəz vergülü birbaşa qeyd edə bilərsiniz. 1 ilə 2'nin cəmi 3, o da 1 yadda qalmışdı, 4 etmiş oldu. 4'dən %46 cavabını aldıq. Daha sonra növbəti 3 toplanan var. Bunları da toplamaq istəyiriksə 0 yazırıq bura. Rəqəmlərin sayını bərabərləşdirdik. 2, 5, 0'ın cəmi 7 etmiş olur. 5, 7, 8'in cəmi 20 eləyir. 0 yazırıq 2 yadda. 4, 7, 5'in cəmi 16 eləyəcək. O da 2, 18, 8 yazırıq 1 yadda. Vergülə çatdıq, atdı. Burada 20, o da 1, 21 etmiş olur. 21 tam 1000'də 807 cavabını aldıq. Buradan sizin nəzərinizə çatdırım ki, hesablamalar zamanı köçürməyəsiniz deyə bəzən hesablamalarda özüm yanlışlığa yol vermiş oluram və yaxud da yol verəcəm bundan sonra da ki, diqqətli olasınız, tapşırığı özünüz, yəni artıq məsələn deyək ki, mən 4 ilə 7-ni toplayıram, 11 əvəzinə 12 deyirəmsə, bunu qəsdən edirəm ki, siz köçürməyəsiniz. Çünki bir çoxu köçürür və bu köçürmə hesablama işlərində sizin inkişafınızın qarşısını almış olur. Yəni ki, çətinlik çəkirsiniz. Çünki mənim hazırda keçdiyim şagirdlərin bir çoxu adi 2 rəqəmli ədədindən bir rəqəmli ədədin toplanması qaydasını belə ki, çətinlik çəkirlər. O da köçürmələrin nəticəsidir. Növbəti tapşırıq 2-yə baxırıq. 2-də görək nə yazır? Yazır alt-alta yazmaqla toplayın. Buradan da artıq 2 dənəsini nümunə olaraq yazmış olsa, çünki yuxarıda artıq bunu qeyd etmişik. İlk öncə olduğu kimi yazırıq. Məsələn deyək ki, yazılış qaydasını deyim. 2 tam 1000'də 753 yazıram bura. 2 tam 1000'də 753. Üstə gəlinsin. 8 tam 1000'də 648. 8 tam 1000'də 648. Bərabərdir qoyuruq. Alt-alta hesablamanı yerinə yetirmiş oluruq. Yazırıq bura. 2 tam 1000'də 753. Altına yazırıq 8 tam 1000'də 648. Toplama əməlini yerinə yazdıq. Xətti çəkirik. 3 ilə 8'in cəmi 11 eləyir. 1 yazırıq. 1 yadda 5 ilə 4 eləyəcək 9, o da 1, 10, 0 yazırıq 1 yadda, 7 ilə 6, 13, o da 1, 14, 4 yazırıq 1 yadda, vergülü atdıq, 2 ilə 8, 10, o da 1, 11 etmiş o, 11 tam 1000'də 401 yazırıq bura, 11 tam 1000'də 401 yazmış olur. Daha sonra növbətinə baxırıq ki, 3 toplanan var. Bunu da olduğu kimi yazmış oluruq. 7 tam 10'da 2 üstə gəlinsin. 2 tam 10'da 9 və üstə gəlsin 5 tam 10'da 8 bərabər qoyuruq. Alt-alta bunları hesablayarkən yazırıq 7 tam 10'da 2, altına yazırıq 2 tam 10'da 9 və 5 tam 10'da 8. Toplama əməlini yazdıq, xətti çəkdik. 2, 9, 8'in cəmi 19, 9 yazırıq. 1 yadda 2, 7, 2, 9, 14, o da 1, 15 etmiş olur. 15 tam 10'da 9 yazırıq bura, 15 tam 10'da 9 etmiş olacaq. Davam edirik növbəti tapşırıq. Görək növbəti tapşırıqda nə yazır?
Yazır ki, toplananları təhlillərə qədər yuvarlaqlaşdıraraq cəmi təxmin edin, sonra dəqiq hesablayın. Bunu da 3 dənə nümunə yazsam, mən yuxarıdakını yazmalı idim, üzrü sayasınız burada. Hesablama aşağıdakını yazmışam, yuxarıda olanı yazmalı idim. Eləmi? Tamam. Bunu gəlin sizin üçün bir də yenidən yazım. Deyəcəksiniz ki, müəllim qəsdən edib. Burada yuxarıdakı, yəni o yazılış qaydasını çox güman ki, siz gördünüz. Mən burada aşağıda olanı yazmışam ora. Deməli 1,25 üstə gəlinsin 0,965 üstə gəlinsin 2,8. Bu daha öncəki tapşırığa aiddir. Bərabər qoyuruq. Burada alt-alta yazırıq ki, 1,25 üstə gəlmənin sonunda yazırıq bu arada. 0,965 və 2,8. Bir işarəsi qoyduq. Vergüldən sonra rəqəmlərin sayını bərabərləşdirmək üçün sıfıra əlavə edirik. 0, 5-in cəmi 5 etmiş olur. 5, 6, 11, 1 yazırıq. 1 yadda 2, 9, 8-in cəmi 19, o da bir 20, 0 yazırıq. 2 yadda vergülü atdıq. 1 ilə 2 eləyəcək. 3, o da 2 yadda edib 5 etmiş olur. 5,15 etmiş oldu. Yazırıq. Bir daha nəzərinizə çatdırım ki, mən aşağıda olan tapşırığı yuxarıda olan tapşırığın yerinə yazmışdım. Bunu nəzərə almanız daha yaxşı olacaq. Alsanız daha yaxşı olar. Buradan 2 dənəsində nümunə olaraq yerinə yetirək. Necə yazdığımızı göstərəcəm. Hətta 3 dənəsini yazam sizə görə. Birinci buradan başlayırıq. Yazır ki, 17,9 yazırıq. 17,9 üstə gəlinsin. Necə yazılacağını buradan sizə göstərim. 18,87. Deməli, təxmini bərabərlik atırıq. Bunları ilk öncə deyir, təhliklərə qədər yuvarlaqlaşdırın. Təhliyə qədər yuvarlaqlaşdırmış olsaq, birincisi olacaq 17 olmuş olur. Üstə gəlsin. İkincisi də təhliyə qədər yuvarlaqlaşsa 19 etmiş olacaq. Bu da 19. Bunlar da bərabərdir. 36 cavabını alırıq. İndi bunun dəqiq hesablanması zamanı da alt-alta yazıb dəqiq hesablasaq daha yaxşı olacaq. Yazırıq ki, 17,9 üstə gəlinsin. 18,87. Toplama işarəsini qoyuruq, xətti çəkirik. Deməli, 9 ilə 7-nin cəmi 16, 6 yazırıq. 1 yadda 8, 0, 8 da bir 9 yazdıq bura. 17 ilə 18-in cəmi burada yadda heç nə qalmayıb, 35 edir. Burada 35 yazırıq, biraz qısa şəkildə yazırıq. 35-dən %96, burada 36 almışıq. Aslında %4-lərə qədər dəqiqlik pozulmuşdur. Növbəti baxırıq ki, bunun rəngini dəyişək buradan. Yazıb 105,28 yazırıq bura. 105,28 üstə gəlinsin 14,71 bərabərdir. Burada yuvarlaqlaşdırırıq. Bərabərlik, dalğalı bərabərlik olmalıdır. Təhliklərə qədər yuvarlaqlaşsa elə 105 alınır burada. Üstə gəlinsin. Bunu da təhliklərə qədər yuvarlaqlaşsa 15 alınır. Çünki 4-dən sonra onda birlər mərtəbəsində 7 olduğuna görə 14 olur 15. Bura 15 yazmış oluruq və bunları da toplayanda 120 cavabını aldıq. İndi bunu alt-alta hesablayırıq. Yazırıq burada 105,28 üstə gəlinsin. Deməli 14,71. Toplama işarəsini qoyduq. Gəl. 28, 29, 99 eləyir. 28-dən 71, 99 eləyir. Mən biraz qısa 2-2 hesablamış oluram. 105-lə də 4-ü toplayanda 119 cavabını alırıq. Vergülü bura atırıq. Vergülü daha öncədən yuxarıda qeyd etdim. Tamam. Oldu 19-dan %99, 0-dan %1 dəqiqlik səhvi var. Yoxdur, yəni burada dəqiqlik burada pozulmuşdur. Növbəti baxırıq ki, 7,2 yazırıq bura. 7,2 üstə gəlinsin 2,9 üstə gəlinsin 5,8. Dalğalı bərabərlik, yəni təxmini cavabı taparıq. Onda birlərə qədər yuvarlaqlaşsa birinci toplanan olacaq 7. Üstə gəl, ikinci toplanan 3. Üçüncü toplananda olacaq 6 və bunları toplayanda 16 cavabını almış olduq. Daha sonra baxırıq ki, biz bunları indi alt-alta hesablamış olaraq yazırıq bura 7,2 2,9 əslində yuxarıda hesablamışdım. Bu da 5,8. Bunları toplamış oluruq. 2, 9, 8, 19, 9 yazırıq. 1 yadda 7, 2, 5, 14 da bir 15 etmiş olur. 15,9. Burada onda birlərə qədər dəqiqlik pozulmuşdur.
Bu qədər 4-cü tapşırığa baxırıq. Görək 4-cü tapşırıqda nə yazır? Yazır ki, adi kəsiri onluq kəsir şəklində yazın və cəmi tapın. 3 dənəsini yazın. Sondan 3 dənəsini. Digər ikisində siz yazın. Birincisində yazıb ki, 20-də 3 yazırıq bura. 20-də 3 üstə gəlinsin. 0,85 bərabərdir. İlk işimiz, yəni adi kəsirin məxrəcini 10 və onun qüvvətlərindən hər hansı birinə tamamlamaqdır. Bu da 20-dən sonra 100 gəlir. 100-ə tamamlaya bilərik ki, burada da olacaq. 100-ə tamamlamaq üçün 5-ə vururuq. Deyəcək 15, %15. Üstə gəlinsin 0,85. Bu da bərabər. Daha sonra onluq kəsirə çeviririk. Tam hissəsi yoxdur. 0,15 yazırıq. Üstə gəlinsin 0,85 və bunları da toplayanda 0,85 idi. Bir dənə baxım. 0,85'dir bəli. Bunları toplayanda 15-dən 85 170 olur. Yəni bu 1,70 olur. Burada 1 yazmış oluruq. Yəni bu belə deyək də, istəsəz alt-alta da bu hesablamanı yazıb daha sonra bura cavab yazın. Mən şifahi hesablayıram. Növbəti baxırıq. 25-də 18. Dəyişək burada, yazırıq burada. 25'də 18 yazmış oluruq. Üstə gəlinsin 1,28 bərabərdir. Yəni dalğalı bərabərlik qoyuruq. 25 100-ə tamamlamaq üçün 4-ə vurmalıyıq. Eləcək %72 etmiş olur. Üstə gəlinsin 1,28. Bu da bərabərdir. Dalğalı bərabərlik niyə qoydum? Elə bildim yuxarıda təqribi deyil. Aha. Buradan onluq kəsirə çevirsək 0,72 üstə gəlsin 1,28. Bu da bərabərdir 28 ilə 72 100 edir. Yəni 1 tam. Bir dənə tam yaranmış olur. O da 1 tam edir 2 etmiş olacaq. Və son olaraq bir dənə də burada görürük ki 3 toplanan var. Bunu da aşağıda yazmış olaq. 2 tam 20-də 11 üstə gəlinsin 1,23 üstə gəlsin 6,50-də 11 bərabərdir. İlk öncə onun qüvvətlərinə tamamlayırıq məxrəcləri. Yəni 100-ə tamamlaya bilərik hər ikisini. Bu da bərabərdir 2,100-də 5-ə vurduğumuza görə 55. Üstə gəlsin 1,23. Bir də üstə gəlsin 6,22. Və bundan sonra onluq kəsirə çevirsək olacaq 2,55. Üstə gəlsin 1,23. Üstə gəlsin 6,22. Kəsir hissələri toplasaq 55, 22 100-ə bərabər. Yəni 1 tam alınır buradan. 2, 1, 6 eləyəcək 9. O da 1, 10 tam etmiş olur. 5 nömrəli tapşırığa baxırıq. Yazır ki, əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin. İkinci olduğu kimi yazırsınız yazını. Məsələn 3,5 üstə gəlsin 3,9 və digər tərəfdə də 2-də 13. Aşağısında yazırsınız təxmini. Aşağısında təxmini yazanda yazırsınız 3,5 üstə gəl 3,9. Bu tərəfdə də 2-də 13 yazırsınız və bunu təxmin edərkən deyirsiniz ki, bu 6-dan böyükdür, yəni 7 tam olacaq. Burada yəni 7 tam göstərmiş olarsınız. Deyir ki, təxmini deyirik ki, birinci tərəf böyükdür. İndi bundan sonra dəqiq hesablamaq üçün yazırsınız dəqiq. Təxmini sözün təxmin də ola bilər, yəni təxmin də dəqiq. Ondan sonra dəqiq hesablamaq üçün də deyirsiniz ki, 3,5 üstə gəlsin 3,9. Digər tərəfdə də 2-də 13, 2-də 13 yazmış oluruq. 3,5 ilə, yəni buranı hesablayanda 3,5 üstə gəlsin 3,9 bərabərdir 7,4 eləyir. Və burada da 2-də 13 bərabərdir eləyəcək 6,2-də 1. Bu da bərabərdir 6,5 etmiş olur və 7,4 böyükdür 6,5-dən. Və burada dəqiq cavabı da burada qeyd etmiş oluruq. Bu nümunəyə uyğun olaraq digərlərində bu şəkildə yazırıq. Bir dənə də sonuncusuna baxaq. Sonuncusunu da yazaq. Yazırıq ki, məsələn deyək ki, olduğu kimi yazırıq. 2,4 üstə gəlsin 3,8 və 0,24 üstə gəlsin 6,1873. Aşağıda
təxmin yazırıq. Təxmin və təxmini ola bilər yazasız. Altında burada yenə də 2,4 üstəgəlsin 3,8 0,24 üstəgəlsin 6,873. Deyirik ki, təxmini deyirik ki, 2 tam bunu götürərəm. Bunu da 4 tam eləyir 6 tam. Burasını 6 tam götürmüş oluruq. Bura 6 tam bu 7 etmiş olacaq. Deyirik ki, birinci tərəf kiçikdir. Bu bizim təxminimiz. Daha sonra dəqiq hesablama. Dəqiq hesablama zamanı neydi? Yenə də olduğu kimi 2,4 üstəgəl 3,8 digər tərəfdə də 0,24 üstəgəlinsin 6,873 yazmış olur. Öncə 2,4 ilə 3,8-i toplayırıq. Bu da eləyir 6,2. Bunu tapdıq. Daha sonra 0,24 ilə də 6,873-ü toplamış oluruq. Bu da bərabərdir. 240 ilə 870. Demək 200-ü toplayanda 1000 etmiş olacaq. 7 ilə deməli orada qalacaq. 40 ilə də 73-ü toplayanda 113. 7 tam 1000-də 113 cavabını alırıq. Təxmin. Bir də baxım 3 burada 7 ilə 1 eləyir. 8 ilə 2 11 1 yazırıq. Bəli. 6. 7 tam 1000-də 107. Düzdür. Mən yenə də bunu şifahi hesabladım. Diqqətli olarsınız. Buradan yazır ki 6 tam 10-da 2 kiçikdir 7 tam 1000-də 113-dən. Burada da kiçik işarəsi qoyub bizim təxminimizdən bu üst-üstə düşmüş olur. Riyaziyyat tarixindən verilmişdir. Əlbəttə ki, Orta Asiyanın alimi Qiyasəddin Əl-Kaşi tərəfindən ilk dəfə onluq kəsrlər haqqında belə deyək də əsər yazılıb, məlumat verilib. Bu da 1427-ci ildədir. Daha sonra bu Avropaya yayılıb, yəni Avropalılar bundan istifadə etmişlər. Bu tarix haqqında, yəni riyaziyyat tarixi haqqında özünüz oxuyarsınız. Çox maraqlı bir məlumatdır. Qiyasəddin Əl-Kaşi 1380-1424-cü illərdə yaşamış görkəmli riyazi alimlərdən biridir, riyaziyyat alimlərindən biridir. Haqqında öyrənməyiniz əlbəttə ki, məsləhətli olacaq. Gəlin indi keçək onluq kəsrlərin çıxılmasına. Görək onluq kəsrlərin çıxılması necədir? Onluq kəsrlərin çıxılması zamanında qaydalar eynidir. Uyğun mərtəbənin altına yazılır, vergülün altında yazılacaq. Rəqəmlərinin sayı kəsr hissədə, yəni vergüldən sonra rəqəmlərinin sayını bərabərləşdirmək üçün sıfırlar əlavə olunur və hesablama yerinə yetirilmiş olur. Bu qədər, yəni dəyişən heç bir şey yoxdur. Fikirləşə bax, natural ədədlərin çıxılması qaydasından istifadə etməklə onluq kəsrlər necə çıxmaq olar? O qaydadan istifadə edirik zaten. Necə çıxmaq olar? Alt-alta çıxmaq olar. Həmin qaydaya görə biz ilk öncə bizdən zaten natural ədədin çıxılması qaydasından istifadə etməyi necə edirdik? Əgər onluqdan ayırmaq lazımsa ayırıb təhliyə veririk. Yüzlükdən ayırma varsa ondan ayırırıq. Burada da onda birlərdən və ya yüzdə birlərdən daha kiçik mərtəbədə ayırıb verib hesablama apara bilərik. 6-cı tapşırığa baxırıq. Fərqi tapın. Bunun üçün gəlin 3 dənə nümunə yazmış olaq. Niyə 3 dənəsi yazıram? Çünki artıq qaydanı bilirsiniz. Birinci buradan başlayırıq ki, 5 tam %23-dən 2 tam 1000-də 369 çıxırıq. İlk öncə vergüldən sonra rəqəmlərin sayını bərabərləşdirmə 0 əlavə etmiş olur. 0-dan 9 çıxa bilmədiyimizə görə 3-dən 1-in veririk. 10-dan 9 çıxırıq. Burada 1 qalır. 3-ün yerində 2 qalmışdı. 2-dən 1-in verilmiş olur. 1 onluq belə ki, 1 vahid götürürük. Onu belə ki, bir dənə onda 1 10 dənə %1-ə bərabərdir. Onu %1-lərə verəndə artıq orada 2 qalmışdı. O da 10 dənə 12. 12-dən 6 çıxanda 6 etmiş olur. 2-nin yerində 1 qalıb. Yenidən təhlikdən bir dənəsini götürürük. Onda 1-lərə vermiş olur ki, burada 11. 11-dən 3 çıxanda 8. 5-in yerində 4 qalır. 4-dən də 2 çıxanda 2 etmiş olur. Vergül də onun bərabərində, yəni ki, altında yazılmış olur. Daha sonra baxırıq ki, bura 1 tam 10-da 3 çıxılsın 0 tam %6. Bura vergüldən sonra rəqəmlərin sayını bərabərləşdiririk. 30-dan 6 çıxırıq. Burada bir dəfə 24 yazmış olaq. Mən 2 çıxıram. 1-dən də 0 çıxanda 1 etmiş olacaq. Daha sonra burada da vergüldən sonra rəqəmlərin sayını bərabərləşdirmiş oluruq. 10-dan 8, yəni 0-dan 8 çıxa bilən 6-dan 1 vahid veririk.
eləyəcək 10, ondan 8 çıxanda 2, burada 5 qalıb, 5-dən çıxa bilmirik. Gəlirik bura 0-dır, 8-dən birini götürmüş oluruq. Burada 7 qalacaq, burada 9 qalır. Burada da 5 idi, bu olur neçə? 15. 15-dən 8 çıxırıq. Eləyir 7. Necə yazdım? Üst-üstə düşdü nədənsə. Yəni gözlüyüm, bunu silim buradan. Əzdən yazım. Burada 2 qalmışdı. Burada 7 qalmış oldu. Burada 9, 9-dan 0 çıxanda 9. Burada 7 qalıb, 7-dən də 7-də 0. Oldu 0 tam 1972. 7-ci tapşırığa baxır, yazır ki, alt-alta yazmaqla yenə də 2 dənə nümunə yazmış olaraq ki, ilk öncə olduğu kimi yazırıq 5 tam 1241 çıxılsın 3 tam 1453 bərabərdir yazırıq. Alt-alta indi hesablayırıq. Yazırıq 5 tam 1241 çıxılsın 3 tam 1453. 11-dən 3 çıxmaq olmur. 4-dən 1 veririk. Daha doğrusu 1-dən 3 çıxmaq olmur. 4-dən 1, 11-dən 3 çıxırıq 8. Burada qalıb 3. 2-dən 1 veririk. 13-dən 8. Burada qalıb 1 qalıb. 5-dən 1 veririk. 11-dən 4 çıxırıq 7. Burada 4 qalıb. 4-dən 3 çıxırıq. Qalır 1. Oldu 1 tam 1788 yazırıq. 1 tam 1788. Hesablamalara diqqət eləyərsiniz. Bir daha nəzərinizə çatdırım. Növbətini də yəni olduğu kimi yazarıq. Mən indi buradan birbaşa alt-alta yazıram. Yazırım ki 8 tam %72 çıxılsın. Alt-alta yazırıq ki 3 tam 1056. Bura 0 əlavə etmiş oluruq. 2-dən 1-in veririk. Eləyəcək 10-dan 6 çıxırıq 4. 2-yə də 1 qalıb. 7-dən 1-in veririk. 11-dən 5 çıxırıq eləyir 6. Burada 6 qalıb. Vergülə gəldik. 8-dən 3 çıxırıq 5. Oldu neçə? 5 tam 1664 cavabını alırıq. 8-ci tapşırığa baxır, yazır onlu kəsiri təhlilərə qədər yuvarlaqlaşdırmaqla dəqiq fərqi təxmin edin, sonra dəqiq hesablayın. İlk öncə, gəlin buradan yazaq. 2 dənəsini yenə də nümunə olaraq yazaram. 48 tam %88 yazıram. 48 tam %88 çıxılsın 9 tam 1/10. Təhliklərə qədər yuvarlaqlaşdır deyir. Yuvarlaqlaşdırmaq üçün dalğalı bərabərlik qoydum. Təhliyin sayında onda birlər mərtəbə 8, onda 48, onda 49 çıxılsın. Burada da 9 olduğu kimi qalır. Çünki onda birlər mərtəbəsi 1 olduğuna görə bu 9 yazırıq. Bu da bərabərdir 40 etmiş olur. Daha sonra dəqiq cavabı istəyir. Dəqiq cavabı alt-alta yazırıq. 48 tam %88 çıxılsın 9 tam 1/10. Bura 0 əlavə edib kəsir hissənin rəqəmlərinin sayını bərabərləşdiririk. 8-dən çıxmış olaraq 0, 8, 78. Bura gəldi 48-dən 9 çıxanda 39 etmiş olur. Oldu 39-dan %78 orada 0-dan %22 qədər dəqiqlik pozulmuşdur. Növbətini də eyni qayda ilə yazmış oluruq. Yazırıq ki 63 tam %81 çıxılsın 19 tam 1082. Təxmin eləyirik. Bunun üçün də onda birlərə qədər yuvarlaq hesab olacaq 64 çıxılsın üstə gəldirəm 19. Bu da bərabərdir 45 cavabını alırıq. İndi alt-alta hesablayırıq. Yazırıq ki 63 tam %81 çıxılsın 19 tam 1082. Vergüldən sonra rəqəmlərin sayını bərabərləşdiririk. Ondan 2 çıxanda eləyəcək 8. Burada 0 qalıb. Burada da 2. Burada 7 qalmış olub. Və 63-dən də 19 çıxanda eləyəcək 44 etmiş olur. 44-dan 1728 cavabını aldıq. Davam edirik. 9-cu tapşırıq. Yazır ki, adi kəsiri onlu kəsir şəklində yazın və fərqi tapın. Son 2 dənəsini yenidən yerinə yetirmiş olaq. Digərlərini də özünüz yazarsınız. Yazıb ki 3 tam %32 çıxılsın 4/1. İlk öncə biz nə edirik? Kəsiri, yəni adi kəsiri onlu kəsir silmək üçün onun məxrəcini 10 və onun qüvvətlərindən hər hansı birini, yəni ən kiçiyinə tamamlamış olaq da belə deyək. Burada 4-ü 10-a yox 100-ə tamamlaya bilərik. Onun üçün də yazırıq 3 tam %32 çıxılsın eləyəcək 25'e vurduğumuza göre 25. Bu da bərabərdir. Yazırıq 3 tam %32 çıxılsın 0 tam
%25 etmiş olur. 32-dən 25 çıxanda 7 qalır. 2 rəqəmsə 0,7 yazırıq. 3-dən də 0 çıxanda 3 etmiş olacaq. 3,7 cavabını almış olduq. Və 2-də 1 yazıb burada. Yazırıq 2-də 1 çıxılsın 0,27 bərabərdir. 2-də 1-i 10-a tamamlayıb 10-da 5 kimi yazırıq. Çıxılsın 0,27 bərabərdir. Burada 10-da 5 0,5 yazılır. Çıxırsın 0,27. Əslində nə edirik burada? 0,5 %50-də 50-dən 25 çıxanda 23 qalmış olur. 0,23 etmiş olacaq. Mən onu şifahi yazıram. Əlbəttə siz alt-alta yazıb dəqiqləşdirə bilərsiniz. Hesablayın yazırıq. Deməli 2 dənəsini də buradan yazmış olaram. Yazır ki 4-də 1 üstə gəlsin 0,84 çıxılsın 0,27. Başlayın. %27 deyil. 1000-də 127-dir. Bərabərdir. 4-də 1 %25-dir. Yəni mən birbaşa çevirirəm. Siz artıq ayrıca da belə deyək də yaza bilərsiniz 4-də 1 nəyə bərabərdir? 0,25 üstə gəlsin 0,84. Ondan sonra da yazırıq ki, çıxılsın 0,127. 25 ilə 84 eləyəcək 109 etmiş olur. Bu 1 tam ayırıb 1 tam eləyəcək %9 cavabını almış oluruq. Çünki 5 ilə 4-ü toplayırıq 9. 2 ilə 8, 10, 0 yazırıq. 1 yatdı, bir də çıxılsın burada 0 tam deməli 1000-də 127. Burada 0 əlavə etmiş olarsınız. Mən bunu şifahi hesablayıram. Siz yoxlayarsınız. Deməli olacaq. Çıxmaq olmur. 10-dan 7 çıxırıq qalır. 3 qalmış olur burada. Burada 9-dan 1-in vermişdik. 8-dən 2 çıxanda 6 qalmış olur. Daha sonra gəlirik bura çatanda 10-dan 1 çıxmış oluruq. EC 9. Burada 0 yazmış olur. 0 tam 1000-də 960. Mən şifahi hesabladım. Siz daha diqqətli olarsınız. Dəqiq hesablamağa çalışın. Ola bilər ki, gözümdən nəysə qaçmış olsun. Növbəti baxırıq ki, yazıb ki, qırmızı nə yazaq? 8-də 7 yazıram bura. 8-də 7 üstə gəlsin 1 tam 1000-də 382 çıxılsın 0 tam 10-da 9 bərabərdir. 8-də 7 8-i 1000-ə tamamlaya bilərik. 125-ə vurmalıyıq. 7-də var 875 edəcək. 0 tam 1000-də 875 üstə gəlinsin. Buradan da 1 tam 1000-də 382 çıxılsın 0 tam 10-da 9. Deməli 875 3 belə bir yazaq da 5 ilə 2-nin cəmi 7 eləyir. Yazırıq bura. Yadda bir şey. 7 ilə 8 15 5 yazırıq. 1 yadda 8 ilə 3 11 o da 1 12 2 yazırıq. 1 yadda 0 ilə 1 1 o da 2. 2 tam 1000-də 257 çıxılsın buradan 0 tam 10-da 9 bərabərdir. 9-un arxasında 2 dənə 0 57-ni elə olduğu kimi yazırıq. Gəldi ki 12-dən 9 çıxanda 3. Burada da 1 qalmış olacaq artıq. 1 tam 1000-də 357 cavabını almış olduq. Düzdür, mən bunları şifahi hesabladım, amma qaydasını artıq bilirsiniz. İlk öncə toplama gəlir, toplamanı yerinə yetiririk. Daha sonra çıxma gəlir, çıxmanı yerinə yetirmiş oluruq. Qaydadan məlumdur. 11-ci tapşırığa baxırıq. Yazır ki, əvvəlcə təxmin edin, sonra isə dəqiq hesablayıb müqayisə aparın. Buna nümunə olaraq yuxarıda yazmışdıq. Yenə də burada olduğu kimi təxmin etmiş olarıq. Görək necədir. Məsələn, yazıb ki, 1 tam 10-da 9 üstə gəlinsin 0 tam 10-da 8. Digər tərəfdə 3 tam. Yəni burada belə deyək də təxmin yazarsınız. Bundan sonra bunu yazarsınız. Biraz qısaldılmış şəkildə yazıram bunu. 3 tam 10-da 2 üstə gəlinsin, üstə gəldiyi çıxılsın 2-də 1. Təxmin edirəm ki, burada 3 tamdır, burada 1 tamdır və mən buradan çıxıramsa təxmin edirəm ki, birinci tərəf bərabər olmalıdır. Mənə görə təxminim budur ki, bərabər olmalıdır. Gəlin yoxlayaq. Görək indi dəqiq hesablamaya yazaq. Dəqiq. Görək dəqiq hesablamada necədir. Bunun üçün də yazırıq 1 tam
onda 9 üstə gəl 0 tam onda 8 eləyəcək. 2 tam onda 7. 2 tam onda 7 etmiş oldu. Digər tərəfdə də 3 tam onda 2 çıxılsın 2-də 1. Bu bərabərdir 3 tam onda 2 çıxılsın 0 tam onda 5. 0 tam onda 5 çıxanda eləyəcək 2 tam onda 7 etmiş olur. Deməli, həqiqətən də burada nə olmuş olacaq? Deyirik ki, əslində dəqiq yazmaq üçün buradan yazırıq ki, hansı idi bu? Buraydı. 1 tam, daha doğrusu 2 tam onda 7 bərabərdir 2 tam onda 7'ye. Əslində bunu yazmadan öncə bunu yazmalıydıq burada olduğu kimi. Ondan sonra da yəni bərabərdir. Zaten bərabərlik koyarsınız. Bunu yazmadan öncə mən bir şey gözdən qaçırtdım ki, bunu yazmalıyız. 1 tam onda 9 üstə gəl 0 tam onda 8 bərabərdir. Digər tərəfdən isə 3 tam onda 2 çıxılsın 2'də 1. Burada bərabərlik koyarsınız. Və bir dənəsində bu şəkildə ilk öncə təxmin etmə olaraq siz artıq necə yazıldığını bilirsiniz. Təxmin edirəm ki, burada 2-dən 2 0 tam onda 2 etmir. Təxmini deyirəm ki, birinci tərəf kiçik olmalıdır. Yəni mən təxmini belə edirəm. Görək ki, doğrudurmu? Bu təxmini cavabdır. Yəni təxminimi elə yerinə yetirdim. Ondan sonra dəqiq cavabı tapmaq üçün yazıram dəqiq. Dəqiq cavabda yazıram 2 tam onda 1 çıxılsın 1 tam onda 9. Burada da 5 tam %24 çıxılsın 4 tam mində 873. Dəqiq cavabı tapmaq üçün 2 tam onda 1'dən çıxaram 1 tam onda 9'u. 21'dən 19 çıxanda 2 edir. Deməli 0 tam onda 2 yazmış olaram. 0 tam onda 2. Digər tərəfdə də 5 tam %24, yəni bura bir dənə də 0 əlavə edirəm. Çıxılsın 4 tam 1873 yazmış oluram. 13'dən 7 çıxanda 3 çıxanda 7 etmiş olur. Burada 3 qalıb 13'dən 7 6 qalmış olacaq. 2 qalmışdı burada. Birini vermişdi 1 qalıb. 11'dən 8 çıxanda 3 etmiş olur. Bu da 0 tam mində vergül atma. 0 tam 1367 həqiqətən də nə olacaq? Birinci tərəf kiçik olacaq. Mən də burada kiçik işarəsi qoymuşam. Davam edirik. 22 deyirəm. 12-ci tapşırıq. Yazır ki, boş xanalara uyğun rəqəmləri tapın. Toplamadır. 3-ün üstə neçə gələndə 7 eləyir, 4 gələndə. 8-in üstə neçə gələndə 1 eləyir, 1 eləməz, 11 eləyəcək, 3 gələndə 1 yadda qalır. Bu 1'i buraya ötürdük. 3, 3'ün üstünə də neçə gələndə 9 gələndə 12 eləyir, 2 gəldi. 1 yadda qaldı. Burada 1, 5 eləyəcək 6, üstünə də neçə gəlsək 6 gəlmiş olsaq eləyəcək 12. Bir dənə də çıxmaya aid olaraq yazaq sonuncusunu məsələn. Bura sıfırları əlavə etmiş olan. Sıfırdan əlbəttə burada qalacaq 1, burada qalacaq neçə 9, burada da 10 etmiş olur. 5 çıxdıq, 9'dan 1 çıxanda 8, burada 1 qalıb. Burada da 1 qaldığına görə 0 yazmış oluruq. 12'dən də 3 çıxanda 9 etmiş olur. İstəsəz bunu da yazaq, çıxmaya aid toplamanı artıq özünüz yazarsınız. Neçədən 5 çıxanda 8 eləyir, 13'dən. Yəni bura 3'dür əslində. 4'dən 1'in vermişi burada 3 qalıb. 3'dən neçə çıxanda 9 eləyir. Əlbəttə 13'dən çıxanda 4 etmiş olacaq. Burada 3 çıxıblar 7. 7'nin üstünə 3 gəldik 10. Üstünə əslində burada 1 olub. Və burada da 4, 6 qalmış ki 1'in vermişdik. 6'dan da 2 çıxanda 4 etmiş olur. 13-cü tapşırığa baxır. Yazı tənlikləri həll edin. Sondan 2 dənəsini nümunə olaraq yerinə yetirək. Yazır ki A üstə gəlinsin. 4 tam onda 3 bərabərdir. 10 çıxılsın 4 tam onda 3. Buradan A üstə gəlinsin 4 tam onda 3 bərabərdir. Ondan 4 tam onda 3'ü çıxmış olsam 5 tam onda 7 qalmış olacaq. Buradan da məhsul toplananı tapmaq üçün ikinci məlum tərəfi hesabladım. Tapmaq üçün cəmdən çıxırıq. Yəni 5 tam onda 7'dən çıxaram 4 tam onda 3'ü. A da bərabərdir 1 tam onda 4 etmiş olacaq. Növbəti baxırıq ki, burada 5 tam onda 2'dir. Yazıram bunun içində. 5 tam onda 2 çıxılsın B bərabərdir 4 çıxılsın 1 tam onda 5. İlk öncə məlum tərəf hesablandıq. 5 tam onda 2 çıxılsın B qalır. 4'dən 1 tam onda 5 çıxanda 2 tam onda 5 etmiş olacaq. Buradan da məhsul çıxılanı tapmaq üçün azalandan, yəni 5 tam onda 2'dən
çıxırıq fərqi, yəni 2,5-i. Bu da fərq bərabərdir, yəni B bərabərdir. Eləyəcək 2,7 etmiş olur. 52-dən 25 çıxırıq, vergüldə atırıq bunların arasını. On dördüncü tapşırığa baxırıq. Deməli, bir dənəsi məlumdur burada. 2,4 üstünə 2 tam %48 gəliblər. Geri gedərkən toplayıram. İləri gedəndə çıxmazsa elə çıxmada yazmış olaram. Deməli, burada ilk öncə yazıram ki, 5 tam, bir dənəsinin birincisini mən yazıram. 5 tam %48 çıxılsın yazaram. 2 tam 5 tam %12-dir. %12-dir baxsa 48 olursa üstünə. 48-i çıxaram. Burada 12 yazım. Çıxıram 48-i. 48-dən 12 çıxanda eləyəcək 36. Bu da 64 etmi. 66. Yox. 36, 64. Və 12-dən 8 çıxanda 4. Burada 10-dan 4 çıxanda burada qalıb neçə? 4 qalıb. Bu da 2 tam %6. Burada yazıram 2 tam %64. İrəli gedəndə 1,5 çıxmış olaram. 1,5 çıxmalıyam. Yəni bu eləyəcək 5 tam %12 çıxılsın 1 tam %50 çıxmış olaram. Burada 2 qalır. Daha sonra 11-dən 5 çıxanda 6, 4-dən də 1 çıxanda 3 tam %60 yazaram. 3 tam %62. Üstə gəlmiş olaram. 62 ilə 56-nı toplayanda eləyəcək 118. 18-i yazıram. Vergül ayırıram. 3 ilə 3, 6 da bir 7. Daha sonra 7 tam %18-dən çıxaram 3,9-u. Yazıram burada 7 tam %18 çıxılsın 3 tam 9 0 yazıram. Burada 8, burada 2, burada 6-dan 3 çıxanda 3 tam %28, 3 tam %28 yazmış olaram. Və B-ni də bu qayda ilə yerinə yetiririk. Burada geri gedəcək buradan. 8 tam %25-dən 1 tam %8, yəni %80-i çıxmış olarsınız ki, bu da qalmış olacaq 45 eləyir bura. 45 yazın. Burada 7-dən 1 çıxanda 6 tam %45 etmiş olacaq. Burada üstünə gələrsiniz geri gedəndə. Bu eləyəcək 7 tam %78 etmiş olur. 45-dən 33-ü toplayanda. 7 tam niyə? Bağışlayın. 6 tam. 6 tam. Artıq qalanda özünüz yazarsınız. Keçirik məsələ həllinə. Görək məsələ həlli 15-dən yazacağıq. Düzbucağı formasında bağın uzunluğu 12,4 metr, eni isə 3,8 metrdir. Bağın perimetri, boyu, hasarı çəkmək və 3,6 metr enində qapı qoymaq lazımdır. Bunun üçün neçə metr uzunluqda hasar çəkmək tələb olunur. İlk öncə bağın perimetrini taparıq. Ondan sonra da qapının yerini çıxandan sonra hasarın uzunluğu məlum olacaq. Burada perimetri tapmaq üçün yazırıq P bərabərdir 12,4. Burada vurmanı keçməmişik də. Ona görə də 12,4 üstə gəlinsin yenə də 12,4. 2 dənə məsələn uzunluğu var. Üstə gəlinsin 3,8, üstə gəlinsin 3,8 bərabərdir. Bu şəkildə hesablayırıq. 12,4, 24,8, 24,8 üstə gəlsin 3,8, 3,8 deyəcək 7,6 etmiş olacaq. 24 tane 7 tam 32 tam 32,4 etmiş olacaq. Bundan da 3,6-nı çıxmalıyıq. Deməli qapının yerini çıxırıq. Bu deyəcək 32,4-dən çıxarıq 3,6-nı. 14-dən 6 çıxanda 8 qalır. 31-dən də 3 çıxanda 28,8 etmiş olacaq. 16-ya baxırıq. Yazır ki, Samir məftildən üçbucaq düzəltdi. Üçbucağın tərəfindən birinin uzunluğu 20,7 cm. Digər tərəfi bundan 8 cm uzundur. Üçbucağın üçüncü tərəfi isə bu iki tərəfin cəmindən 10,6 cm qısadır. Üçbucağını düzəltmək üçün Samir uzunluğu neçə santimetr olan məftil istifadə etdi. Üçbucağın üç tərəfi var. Gəlin belə deyək də bir üçbucaqlı kimi
qeyd etmiş olaq. Məsələm deyirik. Bizim üst bucaqlığımız məsələm deyirik. 3 dənə tərəfi var. Deyir ki, üst bucağın tərəflərindən birinin uzunluğu 20,7, digəri bundan 8 tam, üst bucağın üçüncü tərəfi isə bu iki tərəfin cəmindən 10,6 sm qısadır. Deyək ki, birinci tərəfi oldu 20,7. Üçüncü tərəfi bundan kiçiksə burada 20,7-dən çıxmalıyam 8-i. Bu da bərabərdir, eləyəcək 12,7 etmiş olur. Və bunların cəmindən deyir 10,6 sm qısadır. Onda bunların cəmini taparıq. Yəni 20,7 üstə gəlinsin 12,7. Bu da bərabərdir 33,4 və bu 33,4-dən də 10,6-nı çıxmış olsaq, deməli 14-dən 6 8 etmiş olacaq. Burada da 32-dən də 10 22. Bu da oldu 3-cü tərəfdə 22,8 sm. Əslində bunların yolunu deyəndən sonra özünüz yazmalıydınız. Burada santimetrdən söz gedir. Bu arada bunları da qeyd etmiş olarsınız. 17-ci tapşırıqda yazır ki, 2 bidonda cəmi 14,8 litr süd var. Bidonlardan birindəki süd o birindən 2,8 litr çoxdur. Hər bidonda nə qədər süd var? Tənlik quraraq da bunu həll edə bilərik. Tənlik qurmadan da həll edə bilərik. Əslində daha öncə 4-cü sinifdən öyrəndiyimiz bir qayda var. Yəni bu qaydanı desəm tənlik qurmadan da həll edə bilərik. Deməli mən 2 ədədin cəmində bilirəm. Yəni 2 bidonun cəmində bilirəm. 2 bidonun fərqini də bilirəm. Bunları toplayıb 2-yə bölsəm bunu tapa bilərəm. Amma o şəkildə yazmağım doğru deyil. Niyə o şəkildə yazmağım doğru deyil? Mən bilirəm ki, bunu bu şəkildə yazmış olsam, toplasam, bölsəm 2-yə böyüyünü taparam. Amma çıxıb 2-yə bölə bilərəm. Bunun üçün də ilk öncə bunların fərqinə, cəmi ilə fərqini bir-birindən çıxırıq. Yəni ki, 14,8-dən çıxıram 2,8-i. Bax, bir daha qaydanı deyirəm. 2 ədədin cəmi və fərqi məlumdursa, toplayıb 2-yə bölsək, böyük kəmiyyəti və yaxud da böyük ədədi çıxıb 2-yə bölsək, kiçik. Yəni mən indi burada çıxıram, sonra alınan nəticəni 2-yə bölüb kiçiyini taparam. Digəri də bundan çoxdur, üstünə gələcəm də. Deməli 14,8-dən 2,8 çıxmış olsam qalacaq burada 12 qalmış olur. Bu 12-ni mən rahat şəkildə 2-yə bölə bilirəm ki, bu da eləyir 6. Deməli kiçiyinin kütləsi 6 litrdir. Böyüyünün kütləsini tapmaq üçün də bu oldu kiçik bidon. Böyüyün də 6-nın üstünə gəlmiş olaram, 2,8-i gəlmiş olaram. Və taparam ki, böyüyünün kütləsi nə qədərdir və bunların da cəmi 14,8 etmiş olur. Bu qədər məsələ misallar olacaq bundan sonraki tapşırıqlarda. Bizi izləməyə davam edin. Növbəti video izahlarda qarşınızda olaraq bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik sağ olun.